Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Mətanət Əliverdiyeva ifaçılara narazılığını dilə gətirib. O, Xəzər axşamı verilişində efirə mühafizəçilərlə gələn gənc ifaçılara səslənib. Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız qarpızlanmasın. Verilişimə qonaq gələrkən özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bu cür bəyənir. Sizin belə gedib gəlməyinizlə nə olur ki, verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq.